Peyğəmbər və onun əhli beytinə göndərilən salavat duaların qəbul olunmasında əsas meyar kimi göstərilir. Hədis müttəqilərin imamındandır. Əli əleyhissalam buyurur ki, hər bir dua Peyğəmbər və onun əhli beytinə salavat göndərilməyənədək məhcubdur. Yəni, o dua qəbul olmaqdan məhrumdur. Mənası bu olur ki, hər kim istəyirsə ki, duaları uca Rəbbimizin dərgahında qəbul olunsun, mütləq duanın əvvəlində də, duanın sonunda da Peyğəmbər və onun əhli beytinə salavat göndərsin. Başqa bir hədisdə biz görürük ki, bir gün bir nəfər İmam Cəfər Sadiq əleyhissalamın yanına gəlir. O şəxsin adı Əbu Səbbah olub. Öz narahatlığını imama bildirir. İmam buyurur ki, sənə elə bir şey öyrədimmi ki, onun vasitəsi ilə Allahın rəhmətini qazanasan və Allah həmin vasitən ilə sənin üzünü cəhənnəmdən çevirə. Yəni, səni cəhənnəm odundan uzaq eləyəm. Əbu Səbbah deyir, mən şövqlə dedim ki, bəli, ey Peyğəmbərin oğlu. İmam əleyhissalam belə buyurdu. Baxın ha, həm Allahın rəhmətinin nazil olmasını deyir, həm də cəhənnəmdən xilas olmağın yolunu göstərir. İki şey imam deyir, əgər bunu eləsən, bunları qazanacaqsan. İmam buyurdu ki, sübh namazından sonra 100 dəfə salavat zikrini de. Əgər belə etsən, Allah sənin üzünü cəhənnəm odundan xilas edib, sənin üzünü kənara çevirəcəkdir.